Ali təhsilli tibb bacıları və qardaşları hazırlanacaq. Daha doğrusu, artıq bu proses başlayıb bir neçə ildir. Bəs dərs vəsaitləri varmı? O gənclər necə hazırlanır? Əvvəl kollec səviyyəsində idi. Ali təhsillə kollecin səviyyəsi eyni deyil. Ali təhsildə daha ciddi kadrları lazımdır, onlara dərs keçə biləcək. Proqram hardan götürülür? O gənclər hansı xarici dövlətlərin nümunələrindən istifadə edir? Bizim Fidan bu barədə çox maraqlı bir araşdırma aparıb. Səhiyyə sisteminin inkişafında mühüm addımlardan biri də tibb kadrlarının hazırlığıdır. Tibb Universitetində yeni bir mərhələyə start verilib. Bakalavr səviyyəsində tibb bacılarının hazırlığı üçün xüsusi proqram layihəsi hazırlanıb. Bu layihə yüksək ixtisaslı və peşəkar kadrların hazırlığına yönəlib. Maraqlıdır, bu yenilik səhiyyə sistemimizə nə qazandıracaq və tələbələrə hansı imkanlar yaradacaq? Səhiyyə işçilərinin arasında tibb bacılarının, tibb qardaşlarının rolu əvəz olunmazdır. Biz bunu həm pandemiya dövründə gördük, həm hərbi konfliktlər zamanı. Onlar elmi araşdırmalar apara bilərlər. Yəni, gələcəkdə elmi ad ala bilərlər, doçent, professor adlarına layiq ola bilərlər. Həm tədris müəssisələrinin özündə, həm də digər müəssisələrdə simulyasiya mərkəzləri fəaliyyət göstərir. Səhiyyədə yeniliklər hər zaman diqqət mərkəzində olub. Bu dəfə dəyişiklik tibb bacılarının təhsili ilə bağlıdır. Görəsən bu addım onların peşəkarlığını necə artıracaq? Bu yol nə qədər çətin və məsuliyyətli olsa da, tibb bacısı ixtisasında təhsil almaq həm şəxsi, həm də peşəkar olaraq böyüməyimizə fayda sağlayacaq. Mübadilə proqramları mövcuddur, hansı ki, dünyanın ən qabaqcıl universitetlərində tibb sahəsi üzrə təhsil almaq şansına malikik. Bunlardan biri də Orxun mübadilə proqramıdır ki, mən özüm də bundan yararlanmışam. Amma hər yeni sistem kimi bu layihənin də çətinlikləri var. Tələbələr əsasən dərs materiallarının çox olması ilə qarşılaşırlar. İxtisasın universitet səviyyəsində tədris olması bu ixtisasın Azərbaycan ölkəsi üzrə nə qədər inkişaf etməkdə olduğunu və nə qədər ehtiyac olduğunu bizlərə göstərir. Dərslərin çoxluğuna, vəsaitin çoxluğu ilə qarşılaşdığıma görə müəyyən qədər adaptasiya ilə bağlı problemlər yaşadım. Tibb qardaşlarına xüsusilə diqqət yetirilir. Çünki müəyyən qədər, necə deyim, istər cərrahiyyə sahəsində olsun, cərrahiyyədə, reanimasiya şöbələrində və yaxud pediatriya şöbələrində daim bir köməkçi, bir tibb qardaşına ehtiyac duyulur. Azərbaycan dilində bizim dərsliklərimiz yox idi. Çünki əlbəttə ki, bakalavr pilləsində əvvəllər təhsil aparılmırdı. Burada bizə qonşu Türkiyənin, qardaş Türkiyənin universitetlərindən çox böyük dəstək aldıq biz. Hal-hazırda bizim artıq özümüzün kafedralarımız tərəfindən hazırlanan dərsliklərimiz var, metodik vəsaitlərimiz var. Gələcəkdə isə biz inanırıq ki, bu yolla getsək daha da təcrübəli, daha da yaxşı məzunlar hazırlaya biləcək və ikili diplomlar üzərində işləyirik. Yəni, biz çalışırıq ki, bizim məzunlarımız üçün yeni imkanlar açılsın. Müasir tələblərə uyğun olaraq tibb bacıları və qardaşları yalnız ilkin tibbi yardım göstərən şəxslər deyil, həm də yüksək ixtisaslı, peşəkar bilik və bacarıqlara malik səhiyyə mütəxəssisləri olmalıdırlar. Gələcəkdə sistemin potensialının daha da təkmilləşməsi həm tələbələrin, həm də Azərbaycan səhiyyə sisteminin uğurlu inkişafını işıq tutacaq. Belə, bu sahənin artıq universitet səviyyəsində tədrisi sevindirici məqamdır. Bilirsiniz, tibb bacıları və tibb qardaşları səhiyyədə önəmli rola sahibdirlər. Bəlkə bəzən onlar diqqətdən kənarda qalırlar, bəzən onların əhəmiyyətli rolu kiçildirir, adları çox çəkilmir, çox tanınmır, amma onlarsız olmaz bu sahə. Onların böyük əməyi var. Bütün öz sahəsini bilən, peşəkar, sağlamlığımıza müsbət təsir edə bilən tibb bacılarını və qardaşlarını salamlayırıq, işlərində uğurlar arzulayırıq.